Toxumun saxlanılmasına dair tələblər. Toxumun saxlanılması. Toxum saxlanılan anbarlar və digər köməkçi qurğular müvafiq texniki tələblərə cavab verməlidir. Toxum lazımi texniki avadanlıqlarla təchiz edilmiş metal konstruksiyalı və ya beton anbarlarda saxlanılmalı. Toxum saxlanılan anbarın ətrafı və işlək hissələri asfaltla və ya beton örtü ilə örtülməli. Bina və qurğuların normal işıqlandırma və daimi havalandırma sistemi olmalı. Toxumun tədarükünə başlamazdan əvvəl bina və qurğularda xəstəlik və zərərvericilərə qarşı təmizləmə və dezinfeksiya işləri aparılmalı. Toxumun saxlanması zamanı 3 amil daim nəzarətdə saxlanmalıdır. Toxumun və xarici mühitin temperaturu, toxumun və xarici mühitin nəmliyi, anbarın havalandırması. Fərqli sortlardan olan toxumlar ayrı-ayrı anbarlarda saxlanılmalıdır. Buna imkan olmadıqda, bu sortların toxumları bir-birindən ara kəsmələr vasitəsilə ayrılmalıdır. Toxum saxlanılan yerdə tələblərə əməl olunmaması toxumun cücərmə qabiliyyətini aşağı salır. Aqrar Xidmətlər Agentliyi fermerlərə toxumların saxlanması zamanı tələblərə əməl etməyi tövsiyə edir.